Mövzumuz Dehli Sultanlığı, Böyük Moğol Dövləti bugünkü dərsimiz. Biz Hindistan haqqında danışanda demişdik, eradan əvvəl 6-cı əsrdə Hindistana hücum edən Əhəməni 1-ci Dara vardı. 4-cü əsrdə eradan əvvəl 320 ildə Makedon İskəndər. Sonra bizim eraya doğru keçdikdə deməli, 6-cı əsrdə Mihraqulun adını çəkmişdik Axunlarda, 8-ci əsrdə ərəblər demişdik, 11-ci əsrdə Sultan Mahmud Qəznəli demişdik və Qəznəlilərin hakimiyyəti altında idi Hindistanın bir hissəsi, düzdürmü? Və ikinci paytaxtları da Qəznəlilərin Lahor olmuşdu. Amma Gürlü tayfaları Hindistanda, daha doğrusu Qəznəliləri son qoyduqdan sonra Hindistanın həmin hissəsi keçdi kimin tərkibinə? Gürlülərin əlinə keçmiş oldu. Gürlərin əlinə keçmiş oldu. Bəs bundan sonra nə baş verdi? Gürlər bu ərazini idarə edirlər. Nə vaxta qədər? 1206-cı ilə qədər onların tabeliyində qalmışdı. Yəni, Gürlü hökmdarı sonuncu Məhəmmədin ölümündən sonra isə Hindistanda idarəçilik keçmişdi Qütbəddin Aybəkin əlinə. Qütbəddin Aybək. Bu adam kimdir? Bu adam Məmlük ailəsinə məxsusdur. Məmlüklər və ya qulam adlanırdı. Orduda, döyüşdə xidmət edən şəxslər bu formada adlanırdı. Deməli, türk dövlətlərində. Qıpçaq türkü də əslən və Məmlüklər ailəsinə mənsubdur və Qütbəddin Aybək 1206-cı ildə Gürlülərin hakimiyyəti başa çatdıqdan sonra neynədi? Hindistanda öz dövlətini qurmuş oldu. Həmin dövlət adlanır Dehli Sultanlığı. 1526-cı ilə qədər mövcud olmuşdu Dehli Sultanlığı. Dehli Sultanlığına baxırıq. Bu birinci hökmdarımızdır. Kimdir bu? Qütbəddin Aybək. İkinci şəxs. Qütbəddin Aybəkin dövründə çox da böyük bir hadisələr yoxdur. Deməli, Dehli Sultanı bəzən Hindistan Sultanlığı da adlanırdı. Paytaxtda əvvəl Dehli, sonra isə Devgir şəhərləri olmuşdu. Qütbəddin Aybək Hindistanın şimalını tabe etmişdi. Türklərin sayının artmasına diqqət edirdi və türk dilinə daha çox önəm verirdi. Qütb minarəsini inşa etdirmişdi və İslam dilinin yayılması xüsusi diqqət etdirilir. Bunu burada niyə üçün dedim? Çünki biraz sonra Moğol dövlətində bunun tam tərsini deyəcəyik. 1210-cu ildə vəfat elədi. Çövkən oyunu zamanı atdan düşərək vəfat elədi. Qədim türkləri qədim oyunlardandır. Və ondan sonra Kürəkəni Eltutmuş xan gəldi hakimiyyətə. Eltutmuşun hakimiyyət dövründə o Monqol təhlükəsinə qarşı mübarizə aparmışdı. Monqolların yürüşünü qarşılamağa çalışırdı. Xarəzmşah cəlalətinə sığınacaq vermişdi. Biz bunu Monqollara demişdik. 1219-21-ci ildə Monqollar Xarəzmşahlar arasında yürüş eləmişdilər. Ondan sonra torpaqsız qalmış Xarəzmşahın oğlu Cəlaləddin burada sığınmışdı. Sonra dövlətin sərhədlərinin genişləndirməsinə diqqət eləyirdi və tədbirlər görmüşdü. İqta sistemini həyata keçirtmişdi bu adam. İqta, biraz sonra deyəcək bunun adını, yaxşı burada yazım. İqta, yəni zəmindar torpaqları. Biraz sonra bunun haqqında geniş danışacağım. Zəmindar. İqta sistemi həyata keçirdi. Nizami ordu qurmuşdu və öz adına pul kəsdirmişdi. Təkcə İqta sistemi nizami ordu və öz adına pul kəsdirmişdi. Abbasi xəlifəsi ilə dostluq münasibətləri qurmuşdu. Abbasi xəlifəsi dostluq münasibətləri qurmuşdu. Və xəlifə onu Hindistanın hökmdarı Raziyə Sultan hakimiyyəti gəldi. Baxarıq burada Raziyə Sultanın dövründə dişi daxil çəkmələr artmışdı. İlk qadın hökmdarlardan biri türk dünyasında və daxil çəkmələr artdı. Qiyasəddin Balabanın hakimiyyət dövrü bu hərbiçilərin köməyi ilə və yaxud da ordunun köməyi ilə hakimiyyət gəlmişdi. Dövlətin parçalanmasının qarşısını almışdı. Hind feodallarına və Monqollara qarşı müqavimət göstərmişdi. Onlara qarşı mübarizə aparmışdı. Xələcilər sülaləsi 13-cü əsrin sonu, diqqətli olun, tez-tez sizi çaşdıracaq Xələcilər sülaləsi ilə bağlı 14 və ya 15-ci əsr yazacaqlar səhv olaraq hakimiyyətə gəlməsi. Diqqətli olursunuz burada. Əladdin Xələc Monqol yürüşlərinə tamamilə son qoydu. Monqol tərəfi onları ölkədən qovdu. Sonra Cənubi Hindistanı tabe etdi. Vergi sistemini nizamladı və islahatlar keçirtdi. Ona görə zəmindar torpaq sahiblərini ləğv elədi
Yəni zəmindar torpaqlarını. Zəmindar bu arada nə idi? Zəmindar şərti torpaqdır. Zəmindar şərti torpaq. Hind feodalları, daha sonra Türk feodallarına xidmət qarşılığı verilən şərt torpaq. Bizim bildiyimiz Ərəblər dövründə olan iqta onunla eynidir, eyni xüsusiyyətə malikdir. Və bu torpaqları geri aldı, onun əvəzinə maaş, pul şəklində maaş verməyə başlamışdı. Əvəzində həmin torpağı kəndlilərə icarəyə verirdi. Kəndlilər onu əkib becərib bol məhsul əldə edirdilər və dövlətə vergi ödəyirdi. Bunun nəticəsində xəzinə doldurulmuşdu. Onun bu tədbirin nəticəsində. Baxırıq. 14-cü əsrdə Dehli Sultanın ərazisi genişləndi. Amma bax, buna baxmayaraq sonlarına doğru Dehli Sultanı zəiflədi. Bundan kim istifadə edirdi? Əmir Teymur. Neçənci ildə? 1398-ci ildə Əmir Teymurun Dehli Sultanlığına yürüşü var. Burada səbəb nə idi? Dehli Sultanlığı artıq burada tənəzzül edirdi. Daxil çəkmələr başlamışdı. Əmir Teymur da bundan istifadə elədi. Yürüş edə ölkəni qarət elədi. Bu dövləti daha da zəiflətdi. 15-ci əsrdə Dehli Sultanlığı Əfqan mənşəli Salih hakimiyyəti gəlmişdi. Son hökmdarımız İbrahim Lodi. Baxaq görək nə elədi. Burada əlbəttə belə bir şey deyirik. Deməli, müsəlman əmirləri və hindlilər arasında mübarizə gedir. Heç bir ölkəni birləşdirə bilmədi. İbrahim Lodi o Dehli Sultanın əvvəlki gücünü bərpa etməyə çalışdı, nüfuzunu qorumağa çalışırdı, ölkədə dağınıqlığa son qoymağa çalışırdı. Amma bu hadisəsi, yəni onun bu istəyi feodallarla mübarizə gətirib çıxartdı. Bundan narahat olan feodallar Kabil hakimi Zahirəddin Baburi ölkəyə dəvət etdilər. Və nəticədə 1526-cı ildə baş verən Panipat döyüşündə İbrahim Lodi o bildiyin hakimiyyəti başa çatdı. Yəni Dehli Sultanlığı süqut elədi 1526-cı ildə döyüş nəticəsində. Yerində isə növbəti bir türk dövləti, böyük Moğol dövləti yaranmış oldu. Dehli Sultanlığı şəhərdə bu idarəetmə sistemi diqqətlə baxırıq. Dövlətin başında sultan dayanır, ölkəni deyəcəm o isə, çatanda deyəcək. Tələsmə, orada bir vəziyyət qarışıqdır. Deməli, Dehli Sultanlığı ikinci şəxs baş vəzirdir. Mülki və hərbi işlər baxır, rəhbərlik edir. Vilayətləri vali idarə edir. Vilayətlər böyük olduğu üçün ondan vergi yığılması çətinləşdirilirdi vəziyyəti. Və vergi yığımı işini asanlaşdırmaq üçün, yəni valiyə kömək etmək məqsədilə ölkə vilayətləri, dairələri bölürdülər ki, onları rəislər idarə edirdilər və qazılar məhkəmə işlərinə rəhbərlik edirdi. Həmişə əvvəlki dövrlərdə olduğu kimi. Dehli Sultanlığı müsəlmanlar, dövlət xalqı, hindlilər isə himayəyə götürülmüş xalq hesab olunur. Buradan aydın olur ki, yəni müsəlman əhalisinə daha böyük üstünlük verilirdi. Bunları dedik sizə. Baxaq, burada torpaq mülkiyyət formalarına baxırıq. Bildiyimiz torpaq mülkiyyət formaları davam edəcək. Dövlət torpaqları divan adlanır. Xas hökmdariyəsə məxsusdur. İqta xidmət qarşılığını verilir. Burada isə zəmindar adlanır. Əsasən türk mənşəli feodallardır bunlar. Mülk feodalın şəxsi torpağıdır. Vəqf dini idarələrə məxsus olan torpaqlardır. Məscidlərə, mədrəsə və onların rəhbərliyi verilir. İcma kənd təsərrüfatında çalışan əhaliyə. Yəni əkinçi ilə məşğul əhaliyə məxsus olan nədir? Torpaqlardır. İcma torpaqları bizim bildiyimiz torpaqlar. Heç bir fərqimiz yoxdur. Böyük Moğol dövləti. Bəli, şahidlər, Böyük Moğol dövlətimiz simpatiya etdiyimiz dövlətlərdən biri. Böyük Moğol dövləti 16-cı əsr, yəni 1526-cı ildə Panipat döyüşü nəticəsində, burada da yazmışıq usta, Panipat döyüşü nəticəsində yaranmışdı və Əmir Teymur nəslindən olan Babur qalib gəldi, yeni bir dövlət qurdu, özünü şah elan etdi və dövlətin paytaxtı isə Agra şəhəri adlandırır. Babur şahın hakimiyyətində o neynədi? Baxaq. Hakimiyyəti gücləndirmişdi. Dehlidən fərqli olaraq şahidlər bunu xüsusilə qeyd edirik. Dehlidən fərqli olaraq İslam dini zorla yayılmırdı burada, məcburi deyildi. Yəni əhalidən cizyə vergisi alınmırdı.
Dehli Sultanın fərqli cəhətimizdir bu. Mərkəzləşmiş dövlət sayılır Babur Moğol dövləti. İşğal edilən torpaqlar dövlət fonduna daxil edilirdi. Bəli, oradan isə sərkərdələrə xidmət qarşılığında paylanacaq. Biraz sonra bu məsələyə toxunacağım. Hansı torpaqlardırsa, burada biraz fərqlilik olacaq. Əkbər şahın dövründə qızıl əsr hesab olunur Moğol dövləti üçün ən güclü dövrüdür. Dini dözümlülük möhkəmləndirildi. Yəni müxtəlif dinlər arasında belə deyim, fərqli dinlər arasında müxtəliflik aradan qaldırılmağa çalışıldı. Hüquq bərabərliyi təmin olunurdu Hindlilərlə müsəlmanlar arasında. Sonra onların dini etiqadına hörmətlə yanaşılırdı. Vahid qanunlar tətbiq olundu. Ölçü çəkib pul sistemi, bu Məlikşahda da vardı. Ölçü çəkib pul sistemi xatırlayırsınızsa. Vergi islahatı keçirmişdir şahida. Buna diqqət edirsiniz. Ölkənin daxili vilayətlərində əhalinin yığılan verginin 1/3 pulla alınırdı. Pulla, bəli, vergi verilirdi. Bunun əhəmiyyəti nə idi? Ölkədə bazar münasibətlərinin inkişafına müsbət təsir etdi. Yəni kapitalist münasibətlərin yaranmasına şərait yaratmış oldu. Vergi yığılmasına cagirdarlar baxır. Cagirdarlar kimlərdir? Onlar hökmdarın ən yaxın adamlarıdır. Vilayətləri idarə edirlər və bu vergilərə baxırlar. Həmin vergi hesabına muzlu qoşun saxlayırdılar. Cagirdarlar eyni zamanda onlar türk mənşəli feodallardır. Aydındır. Xarici siyasətine baxırıq. Kəşmir, Pəncab, Gucarat işğal olundu, yəni ərazi genişləndirildi. Şimal mərkəzi Hindistan, Əfqanistan birisi özünə tabe etmiş oldu. Osmanlı, Səfəvi, Özbək və Portuqaliya dövləti ilə dostluq münasibətlər saxlanılırdı, əlaqələr saxlanırdı. Bütün Hindistana öz hakimiyyətini yaymışdı. Ancaq əvvəllər cagirdarlar belə deyim, torpaqdan şərti istifadə edirlər və müəyyən müddətdən sonra xidmət yerlərini dəyişirdilər. Daha sonra isə cagirdarların yerlərin dəyişməsi dayandırıldı və torpaqlar irsən keçməyə başladı. Bu da dövləti zəiflətdi. Nəticədə 18-ci əsrdə Moğol dövləti parçalanmağa başladı. Dağılır, zəifləyir. 1161-ci il Panipat döyüşündə isə onun dağılmasının başlanğıcı qoyulacaq. Bunu növbəti yuxarı mövzularında deyəcəyik sizə. Baxırıq şahidlər, burada torpaq mülkiyyət formalarından baxaq bizə nələr var. Dövlət torpaqları, dövlət xalisə torpaqları, dövlətə məxsus olan torpaqlardır. Cagir şərti torpaqdır demiş, əsasən türk mənşəli feodallara verilirdi. Böyük ərazilər əhatə edirdi. İqtidardan fərqli olaraq çoxu müsəlman idi. Zəmindarlıq Hind feodallarının şəxsi torpaqlarıdır. Deməli, zəmindar Dehlidə xidmət qarşılığında verilən türk mənşəli feodalların torpağıdır, şəhər torpaqdır. Zəmindarlıq Moğol dövlətində Hind knyazlarının şəxsi torpağıdır. Fərq budur, buna diqqət edəcəyiz. Soyurqal və ya mülk torpaqları var. Bu torpaqlar da şeyxlərə, müsəlman rəhbərlərinə verilən irsən keçən torpaqlar idi. Soyurqal torpağı bu arada harada yaranmışdı? Qaraqoyunluda yaranmışdı. Ağqoyunluda davam eləyəcək. Səfəvdə çox məhdud şəkildə idi. Çox da diqqət çəkmir və Böyük Moğol dövlətində qeyd etmişik. Bəli, onun da fərqini izah elədik. Burada şahidlər Osmanlıdır. Osmanlını növbəti dərsə saxlayırıq. Osmanlı geniş mövzu olduğuna görə. Bu arada kiçik mövzu olaraq Teymurləri də burada keçirik. Diqqətli olun. Teymurilər kiçik olmasına baxmayaraq suallarımız var burada. Teymurilər kimlərdir? Teymurilər dövləti 1370-1507-ci mövcud olan dövlətdir. Bu Çingiz xanın nəslindəndir. Çingiz xanın axı bu Orta Asiya onun ərazisində idi. Mərkəzi Asiya onun əlində idi. Bəli, Çingiz xanın böldüyü uluslardan biri idi. Çağatay ulusu, oğlanlarından biri Çağatay'a vermişdi. Onun vəfatından sonra isə Çingiz xan vəfatından sonra burada müstəqil dövlətlər yaranmışdı. Deməli, Əmir Teymur da həmin bu vilayətdə, həmin Çağatay ulusunda, Əmir Teymurun atası Çağatay ulusunda idarəçilikdə iştirak edən şəxslərdən biri idi. Əmir Teymurun atası. Daha sonra isə Əmir Teymurun atası Teymuru gətirib vermişdi
Əmir Qazanın, yəni Səmərqənd və Bəlx hakimi Əmir Qazanın yanına vermişdi ki, onun yanında dövlət işlərini öyrənsin, hərbi işlərini öyrənsin. Əmir Qazanın yanında fəaliyyət göstərmişdi Teymur, onun rəğbətini qazanmışdı. Əmir Qazanın vəfatından sonra isə Teymur onun oğlu, Əmir Qazanın oğlu Əmir Hüseynin ittifaqını davam etdirmişdi. Bərabər şəkildə nə edirdilər? Fəaliyyət göstərirdilər. Hətta bu zaman 1565-66-cı illərdə baş verən Sərbədarilər üsyanı zamanı Mərkəzi Asiyada, yəni Səmərqənddə Sərbədarilər üsyanı baş verdi. Monqol hakimiyyətinə qarşı Sərbədarilər sözün mənası dara çəkilmək mənasını verirdi. Bu üsyanın yatırılmasında Əmir Teymur və Əmir Hüseyin bərabər şəkildə iştirak edirdi. Hələ dövlət yoxdur və üsyan yatırıldı. Əmir Teymur və Əmir Hüseyin tərəfindən üsyan yatırıldı. Amma sonradan bu müttəfiqlər arasında hakimiyyət uğrunda mübarizə başladı, tək başına hakim olmaq uğrunda mübarizə və nəticədə Əmir Teymur qalib gəldi 1370-ci ildə öz adı ilə bağlı olaraq dövlətin əsasını qoydu. Teymurlər dövləti 1370-ci ildə. Dövlətin digər adı bəzən Turan dövləti olaraq gedir. Turan Türkistanın qədim adıdır. Onu bəzən Turan Sultanı da adlandırırdılar. Bəli. Teymur, Əmir Teymur, Teymur Lənç də adlanır və ya da Topal Teymur. Döyüşlərin birində qıçından yaralandığı üçün asta yeriyirdi. Ona bəzən Teymur Lənç və ya da Topal Teymur da adlandırırlar. Bu formada tanıyanlar da var adını. Əmir Teymur hakimiyyət illərində. Deməli, Monqol əmirliyinin köməyini qazanmaq üçün qısa vaxtda nə etdi? Yeni torpaqlar əldə etmək üçün yürüşlərə başladı. Və nəticədə bütün Mərkəzi Asiyanı, onun ardınca Qafqaz, İran ərazilərini ələ keçirdi. Burada ilini 85 verib, 86-89-cu illər. 86-89, Azərbaycan tarixindən demişik bunu. 3 illik yürüşü var Azərbaycana, Qafqaza, İrana doğru yürüş var. Nəticədə dediyimiz ərazilər Teymur tərəfindən ələ keçirildi. Və sonuncu olaraq 1450-ci qalsın tutulması bütün Azərbaycan işğalını başa çatdırmış olacaq. Oradan keçir Hələb, Şam şəhərinə, Dəməşq şəhərinə gəlir. Yəni Bağdada keçir oradan, Abbasiyə xilafətini də tabe edəcək özünə. Ardınca 1395-ci ildə Əmir Teymurla Toxtamış arasında mübarizə başlayır. Səbəbi nə idi? Çünki burada Toxtamış dediyimiz kimi Qızıl Ordu hökmdarı idi. Orada demişdik xassıca Qızıl Ordu dövlətində. Toxtamış Teymurdan asılı olan əraziləri yürüş etdiyi üçün Teymur da bunun qisasını alır 1395-ci Terek döyüşündə. Burada Teymurun müttəfiqi olaraq Şirvanşah 1-ci İbrahim də neyniyəcək? İştirak edəcək. Azərbaycan tarixində deyəcək bu məsələni. Nəticədə Terek döyüşündən sonra Qızıl Ordu məğlub oldu. Şərq vilayətlərini itirdi. Qızıl Ordu bir daha özünə gələ bilmə və parçalanmağa başladı. Qızıl Ordu dövlətində bunlar hamısını xatırlatmışıq. Bəli. Moskvaya doğru gedə bilmir və geri qayıtmalı olur baş verən hadisənin bağlı. Hindistanı yürüş edəcək. Bunu Dehli Sultanlığı biraz əvvəl dedim. 1398-ci ildə Dehlinin bir hissəsini ələ keçirir. Gəldi. 1402-ci ildə, daha doğrusu 1402 ilini burada yoxsa yazırıq. 1402 Ankara döyüşü. Bunun səbəbi nə idi? Teymurilərlə Osmanlılar arasında tarixin iki böyük türk dövləti qarşı-qarşıya gəldi. Tarixdə heç olmaması gerəkən hadisələrdən biri olaraq görünür və türk dünyasında nə mənada olmaması gerəkən, çünki türk dövlətlərini zəiflətmişdi bu hadisələrdən. Biri də Ankara döyüşü idi. Baxırıq burada səbəbi nə idi? Kiçik Asiyada bəzi feodalların Osmanlıdan narazılıq və ondan Teymurdan kömək istəməsi. Sonra Qaraqoyunlu, Qarı Yusif və Cəlalü Sultan Əhmədin deməli birinci Bəyazda sığınması idi. Osmanlı Sultanı sığınması idi və buradan keçən ön Asiyanın ticarət yollarını ələ keçirməyə çalışırdı Əmir Teymur. Bu üç dənə səbəb tarixin iki böyük türk dövlətini qarşı-qarşıya gətirdi. Nəticədə 1402-ci ildə baş verən Ankara döyüşündə Əmir Teymur qalib gəldi. Bəyazıd niyə məğlub oldu? Çünki ordunun bir hissəsi həmin dövrün Osmanlıda keçəndə deyəcək onu. Həmin dövrdə Konstantinopolun mühasirəsinə ayrılmışdı ki, ordunun bir hissəsi də oradaydı. 1402 Ankara döyüşündə Osmanlı dövləti məğlub oldu və onu bir yarım əsrə yaxın geri atdı bu hadisə. Həmçinin Konstantinopol fəthini gecikdirdi. Baxaq 1405-ci ildə Çinə yürüş ərəfəsində vəfat edib. Bu sözə diqqət edin. Yürüş ərəfəsində, yəni hələ yürüş etməyibdi. Yürüş ərəfəsində Teymur vəfat elədi və onun ölümündən sonra dövlət zəiflədi.
Ümumiyyətlə ərazisi hara qədər? Çin sərhədlərinə qədər gedib çatırdı. Bu tərəfdən isə Anadoluya qədər olan ərazini nə edirdi? Əhatə edirdi. Baxaq, onun yeritdiyi siyasət. Çingiz xana oxşar bir cəhət vardı. İşğal etdiyi ərazidən sənətkarları öz ölkəsinə gətirirdi və paytaxtın inkişafına xüsusi diqqət yetirirdi. Paytaxtımız hansı şəhər idi? Səmərqənd. Səmərqənd şəhəri çox gözəl bir şəhərdir. Memarlıq abidələri ilə, üslubu ilə gedilib gəziləsi gözəl bir şəhərdir. Deməli, Teymurun nə var? Teymurlu qanunları var. Sonra Teymurlu intibahı var. Ədalətlə idarə olması haqqında sözlər, fikirlər var. Dövlət uluslara bölünür inzibati cəhətdən. Uluslar valili idarə edirdi. Uluslara bölünməsi Monqol dövləti ilə oxşar cəhətdir. Teymurun fəthləri İpək yoluna canlanmaya səbəb olmuşdu, şərait yaratmışdı. Onun hakimiyyəti altında olması. Bəli. Sonra dövrün alimlərini himayə etmişdi. Dediyimiz kimi Teymurlu intibahı adlanır bu dövr. Onun bu siyasətini davam etdirmişdi. Oğlu Şahrux xan davam etdirmişdi. Oğlu Şahruk'un hakimiyyət dövründə. Baxaq nələr baş verdi. Şahruk'un hakimiyyət dövründə paytaxtı Herata köçürdü. İkinci paytaxtımız buradır. Qaraqoyun dövləti ilə mübarizə aparmışdı, onu asıla salmışdı. Qüdrətini yenidən canlandırmışdı. Teymurdan sonra nisbətən zəifləmişdi. Şahrux onu gücləndirdi yenidən. Sonra digər dövlətlə Osmanlı Qızıl Orda münasibətləri qaydaya salmışdı. Çinlə ticarət əlaqələri var. Yəni Teymurlərin Çinlərin heç bir döyüşü yoxdur. Yəni aktiv döyüşü və ya Çində işğalçılıq müharibəsi yoxdur. Teymurlu intibahı davam etmişdi onun dövründə, amma Əmir Teymurdan fərqli cəhəti nə idi? Fərqli cəhət bu ki, o savaşa və fəthlərə önəm vermirdi. Əsasən daha çox elmə və mədəniyyətə, onların inkişafına və quruculuq işlərinə diqqət yetirirdi. Bunu burada xüsusilə deyirik. Uluqbəy Teymurun nəvəsidir. Hökmdar olmaqla yanaşı görkəmli astronomdur. Astronom adı çox çəkilir türk xalqları tarixində. Amma siyasi qabiliyyəti, bacarığı o qədər çox yox idi. Buna görə də dövlət zəiflədi. Bunun vəziyyətindən istifadə edir kimlər? Şeybanilər dövləti. Teymurlərin ərazisinin böyük bir hissəsini ələ keçirdilər. Hətta Buxara və Səmərqəndə qədər gəlmişdilər. Nəticədə Teymurlərin ərazisi sadəcə Xorasanla məhdudlaşdı. Xorasanla. Əbu Səidin hakimiyyət dövrü Azərbaycan tarixində deyəcək, Cahanşahdan sonra hakim gəlmişdi. Ağqoyunlu Həsən Padşahla mübarizə aparmışdı 68-69-cu ildə və Muğanda mühasirəyə alınaraq döyüşdə məğlub edilərək öldürülmüşdü. Azərbaycan tarixində də bunun səbəbini açıqlayacaq orada sizə şahidlər. Hüseyn Bayqara sonuncu uğurlu hökmdarıdır. Sonuncu uğurlu hökmdarıdır Teymurlərin. Onun dövründə dövlət əvvəlki gücünü bərpa elədi. İtirmiş nüfuzunu geri qaytardı. Sonra işğal olunan torpaqlar demək olar ki, hamısını yenidən dövlətə tabe etmişdi Hüseyn Bayqaranın hakimiyyət dövründə. Amma onun da ölümü dövlətin tənəzzülünün qarşısını ala bilmədi. Kim idi Teymurlara ən çox mübarizə aparan, onu sıxışdırmağa çalışan? Şeybanilər dövləti. Sonuncu olaraq 1507-ci ildə Şeybanilər dövləti Teymurlərin paytaxtını ələ keçirdi Heratutla. Bununla da Şeybanilər dövləti Teymurlərə son qoydu. Varlığına son qoymuş oldu. O nəsildən qalanlar, şəxslər, həmin belə deyəm, nümayəndələr, Teymurun nümayəndələri Səfəvi dövlətinə sığınmışdılar. O zaman 1-ci İsmaildə hakimiyyətdə və bu da gələcəkdə Səfəvilərlə Şeybanilər arasında münaqişənin əsasını qoymuşdur. Hətta məşhur 1510 Mərv döyüşü var. Səfəvilərlə Şeybanilər arasında, bu Səfəvilərdə Şah 1-ci İsmaildə deyəcək. Nəticəsində, bu döyüşün nəticəsində Səfəvilər imperiyaya çevriləcək. Bəli şahidlər, mövzumuz budur. Bura qədər inşallah öyrənirik və bunların testlərində